Astaranın Sım kəndinin turizm potensialı ilbəil artmaqdadır. Təsadüf deyil ki, yay fəslində buranı hər ay 2000-ə yaxın turist ziyarət edir. Dövlət Turizm Agentliyinin turistik kənd konsepsiyası çərçivəsində həyata keçirilən layihələr buranı Cənub bölgəsinin əsas marşrutlarından birinə çevirib. Astaranın Sım kəndi təbii bulaqları, zəngin flora və faunası ilə daim turistlərin diqqətini cəlb edir. Dövlət Turizm Agentliyinin turistlik kənd layihəsi çərçivəsində burada bir sıra infrastruktur işləri görülüb. Sanitar qovşaq, avtomobil dayanacağı və qapalı təndirxana inşa edilib. Bura Sımda yerləşən avtomobil parkının ərazisidir. Kadrlardan da gördüyünüz kimi əsasən burada yolsuzluq avtomobilləri dayanıb növbə gözləyirlər. Bura gələn turistlər digər ərazilərə getmək üçün bu avtomobillərin xidmətlərindən istənilən vaxt yararlana bilərlər. Turistlərin çoxluğu kənd sakinlərinin böyük qismini bu sahəyə cəlb edib. Artıq burada rəsmi sertifikatlı bələdçilər də fəaliyyət göstərir. Sım kəndi ilə bağlı fəaliyyətimiz birinci ev qonaqlanmağıdır, sonra maşınların təşkilidir. Sonra isə gəzintilərdir, dağların gəzisi, hiking torları təşkilidir. Sonra da hiking torlarının içində olan yeməklərin təşkilidir, çay söhbəsidir. Yəni, bugün də gördüyünüz kimi elə hamısı təşkilatçılığı, mən özüm təşkilatçılıq eləmişəm. Mən şəxsən bu kəndə İtaliya səfirinin müşavirini görmüşəm, qonağım olub. Sonra bizdə qonaq olub Qazaxıstan Respublikasının səfiri, qonaq olub Hollandiya Respublikasının səfiri, İngiltərə Birləşmiş Krallığın səfirliyindən nümayəndələr olub burada. Hazırda kənddə 20-yə yaxın ev turistlərin qalması üçün təklif edilir. Qonaqlar ev sahiblərinin təqdim etdiyi kənd məhsullarından da istifadə edirlər. Agroturizmin inkişafı üçün əlavə layihələr həyata keçirilir. Cari ildə elan olunmuş qrant müsabiqəsi çərçivəsində kənddə 2 qrant müsabiqəsinin qrant layihəsinin icrası davam etdirilir. Burada da araçlıq təsərrüfatının inkişaf etdirilməsi, eyni zamanda deməli kənddə bəzi çatışmayan infrastruktur, satış köşküdür, muzey, piknik əraziləri, bunlarla bağlı həmin layihələr çərçivəsində işlər davam etdirilir. Turistik kənd konsepsiyasının davamı olaraq Cənub bölgəsində Lerikin Bibiyani kəndində də oxşar layihələr icra ediləcək. Bu həm bölgədə məşğulluğu artıracaq, həm də turizmin inkişafına töhfə verəcək. Rəhman Məlikov, Lamiyə Xəqani qızı, İTV Xəbər. Elə turistik məkanlardan söz düşmüşkən, bu arada qeyd edək ki, Everestin